Salam əziz dördüncülər, hörmətli valideynlər və dəyərli kanal izləyiciləri. 4-cü siniflər üçün monitorinqlərə hazırlıq kitabından izahlarımız davam edir. Yekun monitorinq 5-in izahını sizlərlə paylaşmış olacağım. İzaha keçməmişdən öncə həmişə kimi sizdən istəyim videolarımı bəyənməyiniz, kanala abunə olmamışsa kanala abunə olub bizə dəstək olmağınızdır. Bir məlumatı da nəzərinizə çatdırım ki, 4-cü siniflər üçün, yəni 5-ci sinifə hazırlıq məqsədi ilə yay qruplarımız var. O cümlədən də il boyu qruplarımız olur. Qoşulmaq istəsəniz qeyd olunmuş nömrə ilə, yəni 051 516 63 93 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək tapşırıqlara. İlk tapşırıq 31-ci tapşırıqdan, yəni riyaziyyatın sualları 31-dən başlayır. Bir də bunu deyim ki, bundan yəni 31-dən əvvəl Azərbaycan dilinə aid olan 30 sual var. Bu 30 sualda Azərbaycan dili müəllimi izahını kanalda paylaşmış olub. Yazır ki, 9 vahid artan sırayla düzülmüş ardıcıllığın ilk 3 həddinin cəmi 1161-dir. Bu ardıcıllığın ikinci həddi neçədir? Ən sadə yolu budur ki, ardıcıl ədədlərin sayı tək sayda olarsa, onların cəmini, məsələn deyək ki, 3 dənə olarsa, onların cəmini, onların sayına bölsək, ikinci ədəd, yəni ortada duran ədədi taparıq, bu da ikinci ədəddir. Yəni, heç bir tənlik qurmadan daha rahat tapmaq istəyirsinizsə, o zaman biz bilirik ki, ardıcıl ədədlər bunlar. Çünki ardıcıl ədədlər hansı ədədlərdir? Hər sonraki ədəd özündən əvvəlkindən eyni vahid çox və ya az olan ədədlər ardıcıl ədədlərdir. Burada 9 vahid arta-arta davam elədiyinə görə, deməli bunlar ardıcıl ədəddir və bunların cəmini, yəni 1161-i bunların sayına bölsək, yəni 3 dənə olduğuna görə 3 həddinin cəmidir. 3-ə bölsək, ortada duran, yəni ikinci ədədi taparıq, bizdən də ikinci həddini istəyir, yəni ikinci ədədi istəyir. Bu səbəbdən də 1161-i bölürük 3-ə. 11 3-ə bölünəcək 3 dəfə, 2 qalır, 26 bölünür 8 dəfə, 2 qalır, 21 də bölünür 7, 387 və bu da B variantında var. Bu cür daha sadə yollarla hesablama qaydalarını öyrənmək istəsəniz, yəni daha geniş məlumat əldə etmək istəsəniz, daha gözəl hazırlaşmaq istəsəniz, əlbəttə bizim hazırlıq qruplarımıza yazıla bilərsiniz. İnanın ki, yəni əyani dərsdən qat-qat üstün olduğuna şahid olarsınız. Üstünlükləri daha çoxdur. Nəinki əyani dərsə zaman itkisi yox və uşağınızın, övladınızın hazırlığını canlı olaraq izləyərsiniz. 32-ci sualda yazır ki, rənglənmiş hissələrin sahələrinin cəmi 68 kvadrat santimetr olarsa, böyük kvadratın tərəfini tapın. Biz bilirik ki, tam olaraq yarısı rənglənmişdir. Ona görə də kiçiyin sahəsini tapmaq üçün kvadratdır və kvadratlar deyir. Yəni, kvadrat olduğuna görə 6-nın kvadratı, yəni 6 vurulsun 6, bu da eləyəcək 36. 36 olduğuna görə, bunun da yarısı rəngləndiyinə görə, deməli, burası 36-nın yarısı 2-yə bölmüş olaraq 18 edir. Burası 18-dir. O zaman digərində yarısı rənglənib 68-dən çıxmış olsaq 18-i bərabərdir 50 etmiş olur. Böyük kvadratın yarısı olacaq 50 kvadrat santimetr. Deməli, tamamı 100 kvadrat santimetrdir. 100 kvadrat santimetrdir. Tərəfini tap deyir böyük kvadratın. Biz də deyirik ki, hansı ədədi özünə vuranda 170 olur. Vurma cədvəlindən bilirik ki, 10 vurulsun 10 bərabərdir 100 edir. Deməli, böyük kvadratın tərəfi 10-a bərabərdir. 33-cü suala baxırıq. Yazır ki, yük maşınına 70 yeşik yüklədilər. Hər yeşikdə 9 qutu və hər qutuda 7 kiloqram şəkər tozu var idi. Maşına cəmi neçə kiloqram şəkər tozu yüklədilər. İlk öncə bir qutuda olan şəkər tozunun kütləsini tapırıq ki, buna görə də daha doğrusu bir qutu deyirəm, 9 qutuda
Bir yeşikdə olanı tapırıq. 9-u vururuq 7-yə. Bu da bərabər deyəcək 63. Deməli, bir yeşikdə 63 kiloqram var və 70 yeşik olduğuna görə 63-ü vurmuş olarıq 70-ə. 63-ü birinci 7-yə vururuq ki, bu da edəcək 441 olur. Arxasında bir dənə 0 yazmış olsaq 4410 cavabı C variantında var. Növbəti sual 34-cü suala baxırıq. Yazır ki, 3 kiloqram almanın qiyməti 18 manatdır. 78 manata həmin almadan neçə kiloqram almaq olar? İlk öncə 1 kiloqramının qiymətini tapırıq. 18-i bölürük 3-ə, eləyir 6. Və ondan sonra 78 manata hər kiloqram 6 manat olan neçə kiloqram alma düşür? Bu da 78-i bölsək eləyəcək 13. Yəni ki, dəyər bölünsün qiymət bərabərdir miqdar 13C variantı. 35-də yazır ki, A bərabərdir 438, B bərabərdir 762 bölünsün 6 olarsa, A üstəgəl B üstəgəl boş xana bərabərdir 800 bərabərliyin doğru olması üçün boş xanaya hansı ədəd yazılmalıdır? A-nın qiymətini bilirik. Bilirik ki, neçədir? 438-dir. B-nin qiymətini də tapa bilərik. 762-ni bölmüş olsaq 6-ya, bu da eləyəcək 127 olur. Bu da oldu 127. 120 eləyəcək 720. 42-də 7 eləyir, düzdür. Və bunların cəminə baxmış olsaq 38, 27, 65, 4-dən də 1, 5 etmiş olur. 565 cavabını almış olduq. Və 803-dən 565-i çıxmış olsa, deməli 103-dən 65 çıxmış olsaq edəcək 38, 7-dən də 5 çıxanda 238 cavabını alırıq ki, bu da D variantında verilmişdir. 36 yazır ki, şəkilə əsasən 7 həftə 23 saatdan sonra saat neçə olacaq? Hal-hazırda saat 2 tamamdır. 2 həftə 23 saatdan sonra deyir. Yəni 2 həftə keçirsə 24 saatlar da onlar. Yenə də yəni 2 həftədən sonra yenə də saat 2 olacaq. Amma 23 saatdan sonra, yəni 24 saat olsaydı 2 olardı. Amma indi neçə olacaq? Burada 1 olacaq. Yəni bu da gündüz saat 1-dən danışırsa, əgər 1:01 deyilsə, deməli ya da ki 13:00 olmalıdır ki, doğru cavab D variantı. 37 yazır ki, biri digərindən 8 dəfə böyük olan 2 ədədin cəmi 3132-dir. Bunlar hansı ədədlərdir? Biri digərindən 8 dəfə böyük olan 2 ədədin cəmindən danışırsa, biri 1 qatıdır, o da 8 qatı, 9 qatı. Bunlar hansı ədədlərdirlər? Yəni bunu tənliklə yazsaq, biri x, biri 8x götürmüş olsaq, cəmi etmiş olacaq 3132. Bu da toplasaq x-ləri 9x, yəni 9 vurulsun x bərabərdir 3132. Düzdür bu. Bu da 2-dir. X də bərabərdir 31 9-a bölünəcək 3 dəfə qalacaq 4, 43 bölünəcək 4 dəfə qalacaq 72 də 8 dəfə bölünür. Olacaq, bu vergüllər qoyur. Kiçik olacaq 348 olan bir dənə variant da var. Olursa 2784 olmuş olacaq. 38-də yazır ki, 43 dərəcəli bucaq düz bucaqdan neçə dərəcə kiçikdir? Düz bucaq 90 dərəcədir. Bundan 43 dərəcəsini çıxmış olsaq, yerdə qalmış olacaq 47 dərəcə. Doğru cavab da B variantında var. 39-da yazır ki, Aynur ilə Kübra birlikdə 48 kiloqram alma yığıblar. Kübra Aynurdan 3 dəfə çox alma yığıbsa, onların hər biri neçə kiloqram alma yığıb? Əlbəttə, Kübradan danışır, Aynurdan danışır. Aynur x yığıbsa, Kübra bundan 3 dəfə çox 3x yığıb. Cəmi yığdıqları 48 olduğuna görə x-ləri toplasaq 4x, yəni 4 olsun x, bu da bərabərdir 48, onda x də bərabərdir 12 etmiş olur. Biri 12 kiloqram yığır, digəri də 36 kiloqram. 12-36 cavabları da C variantında var. 40-da yazır ki, anamın 176 manat pulu var. O bazarda mağazadakından 6 dəfə çox pul xərclədi. Anamın 78 manat pulu qalıbsa, o bazarda neçə manat pul xərcləmişdir?
Biz bilirik ki, cəmi 176 manat pulu vardı. Bunun 78 manatı qalıbsa, xərclədiyi pul tapmaq üçün 176-dan 78 çıxsa, qaza 98 manat. 98 manat etmiş olur. Bəli. Buradan da bilirik ki, o bazarda xərcləyib, bir də mağazada xərcləmişdir. Bazarda mağazadan 6 dəfə çox xərcləyib, x-dir, bu da eləyəcək 6x etmiş olur. Bunların cəmi 98-dir. Toplasaq 7x, yəni 7 vurulsun x bərabərdir 98. X də bərabərdir 14 etmiş olacaq. Yəni mağazada 14 manat xərcləyib, bazarda bundan 6 dəfə çox 84 manat etmiş olacaq. Bizdən də bazarda neçə manat xərcləyib? 84 manat. 41-də yazır ki, şəkilə əsasən doğru bəndi müəyyən edin. Deməli, yazır ki, kvadrat üçbucaqdan yüngüldür. Xeyr, ağır olan tərəf həmişə aşağı olur. Bu doğru cavab deyil. Dairə ən ağırıdır. Burada əlbət dairə ən ağırıdır deyəndə doğru cavabı müəyyən etmiş olun deyir. Baxırıq ki, 2 dənəsidir. Bunun 2 dənəsi, bir dənə kvadrat, bir dənə dairədir. Bunu bir dənə yadda saxlayaq. Ən ağırdır, ən yüngüldür. Əlbəttə, bu burada məlum olur ki, bu doğru deyil zaten. Nəyə görə? Çünki kvadrat ağırdır. Bunu gətiriblər 2 dənə üçbucağa bərabər olduğuna görə bu yüngüldür. Ən ağırdır, əlbəttə düzdür. Bu da ən yüngülüdür. Ən yüngülü deyil. Bu düzgün deyil. Çünki bundan da yüngülü var. Bu da dairədir. Sonra yazır ki, üçbucaq dairədən ağırdır. Bu doğru cavabdır. Yəni bu da doğru deyil. Doğru cavab D variantıdır. Çünki əgər ən yüngülü olsaydı, burada biz bura qoyanda dairəni, yenə də kvadratın tərəfi ağır gəlmiş olacaq. Burada demək odur ki, dairə daha yüngüldür ki, 2 dənə üçbucaq, 2 dənə digər, yəni fiqur kvadratla bir yerdə dairəyə bərabər olmuş oldu. Burada o demək ki, üçbucaq dairədən ağırdır. 42-yə baxırıq, yazır ki, 13476 kiçikdir A, bu da kiçikdir 42375 müqayisəsini ödəyən ən böyük ədədlə ən kiçik ədədin fərqinin 4 misli neçədir? İlk öncə ən kiçik ədəd bilirik ki, 13477 etmiş olacaq. Ən böyük isə 42374 etmiş olacaq. Çünki 75-dən kiçikdir. Və bunların deyir ki, fərqinin deyir. Fərqinin dediyinə görə böyünü yuxarıda yazıb. Sizi çaşdırmamaq üçün də daha yaxşı hesablama aparaq. Çıxırıq buradan. 77-dən 74-ü çıxmış olsaq, eləyəcək 3. 100-dən də 3 çıxırıq. Qalacaq burada 97. Burada 97 qaldı. Burada 23. 3-dən 1-in burada 2 qalıb. 2-dən çıxmaq olmur. 12-dən çıxmış olsaq, burada 8 qalmış olacaq. Burada da 41-dən 13 çıxmış olsaq, bu da eləyəcək 28. Bunda deyir ki, 4 mislini tapın. Bunda 4-ə vurmuş olaraq. Sonu 8 olan varmı? Bir dənə variant var. Bu da A variantıdır. Deməli, doğru cavab da A variantı olmuş olacaq. 115.588 cavabın almış oluruq. Növbəti suala baxırıq. Yazır ki, 43 ədədlər müəyyən qanuna uyğunluğa əsasən düzülüb. Bu qanuna uyğunluğa görə növbəti ədədi tapın. Baxırıq ki, ədəd 1265-dir. Daha sonra 253 olub. Daha sonra 250 olub. Sonra 50 olub. Belə çıxır ki, 5-ə bölünür. Sonra 3 çıxılır. Yenidən 5-ə bölünür. Yenidən 3 çıxmış olsa 47 olacaq. Doğru cavab da B variantında var. Yazır ki, yuxarıdakı şəkildən neçə ədəd 1 vurulsun, 1 birlik kvadrat var. Əlbəttə, buradakı kvadratlar. Burada 4-ü, bura baxaq da, birinci buranı hesablamış olaq.
2 vurulsun 6, 12. 2 vurulsun burada 4'dür. Eləcək 8. 2 vurulsun 2. Bu da elədir. 4 etmiş oldu. Hamısını toplasaq 24 etmiş olacaq. Bu çox sadə olmuş oldu. Yəni, əslində bunu da gətirib burada tamamlaya bilərdik və 4 vurulsun 6, 24 kimi də daha tez hesablaya bilərdiniz. 45-də yazır ki, qatar 75 km/saat sürətlə 13 saat, 84 km/saat sürətlə 16 saat yol getdi. Bu vaxt ərzində qatar neçə kilometr yol getmişdir? 75 km/saat sürətlə 13 saat gedibsə, 75-i 13-ə vurmuş olaraq. Əslində 75-i 10-a vursaq 750, 3-ə də vursaq 225 eləyir. Bu da eləyir 975 etmiş olacaq. Yəni 975 km gedir. Daha sonra 84-ü 16-ya vururuq. 84-ü 16-ya vursaq, əslində bunu da daha rahat hesab. 840 üstə gəlinsin, altını da 84-ə vurmuş olsaq 504 etmiş olacaq. Bunları da toplasaq 4, 4, 13, 1344. 1344 və 900, gözdə 9-u burada yox, 100-ün 975. Bunları da toplasaq 44-dən 75 edəcək 119, 19 yazırıq 100-lük hətta, 13 100, o da 922 100-lük, o da bir 23 100-lük. 2319, 2319 da B variantında var. Əslində daha rahat da hesablaya bilərdik. Son rəqəmlərini hesablayıb, yəni baxardıq 9, bir dənə var. Tez cavab hesablayıb deyə bilərsiniz. 46 nömrəli tapşırıqda nə yazır? Yazır 96 vurulsun 45 hasilinin 6/1 hissəsi 84 vurulsun 62 hasilinin 7/1 hissəsindən neçə vahid kiçikdir? Yəni bunu qısa şəkildə yazaq ki, 96 vurulsun 45-i, yəni hasilini 6-ya bölüb 1-ə vurmalıyım. Mən birinci 96-nı 6-ya bölərəm. Eləcək 16 demək 45-i vurmuş olaram 16-ya. 45-i də 16-ya vuranda eləcək 720 etmiş olur. Daha sonra 84-ü 62-yə vurub 7-yə bölməliyim. 1-ə vurmağın heç ona görə 84-ü birinci 7-yə bölürəm, eləyir 12 eləyir. 62-ni vurmuş olaram 12-yə. 620, o da 124 eləcək 744 etmiş olur. 744 və 744-dən də 20-ni çıxsam 24 cavabını alaram. A variantı. Yəni bunları bu şəkildə bəlkə də hesablamada biraz diqqətli olarsınız. Şifahi hesablayıram. Bir daha deyirəm. Yəni bir ədədi, məsələn deyək ki, mən 8-i vururam məsələn deyək ki 3-ə, bölürəm 2-yə. Birinci bölməni yerinə yetirə bilərəm. 8-i birinci bölərəm 2-yə, sonra vurmuş olaram 3-ə. Düzdür, yuxarı sinifə keçdikcə bunları ixtisar olaraq demiş oluruz. Yəni bu şəkildə 2 ilə 8 ixtisar gedir 4, 4-ü vurmuş olaram 3-ə. Burada da əslində eyni şeydir. 96 vurulsun 45 bölünsün 6. Burada 6 ilə 96 16 almış olacaq. Və 45-i 16, və 16-nı 45-ə vurmuş oluruz. 47 yazır ki, Mehriban pizzanı 20 bərabər hissəyə böldü. O, bu pizzanın 4/3 hissəsini dostları ilə paylaşdı. Neçə dilim pizza qaldı? Əgər 4/3-ün paylaşıbsa, qısa şəkildə 4/1-i qalıb. 20-nin də 4/1 hissəsini tapmaq üçün bölürük 4-ə, vururuq 1-ə. Bu da eləyir 5 dilim qalıb. C variantı. Və yaxud da ki, yeyilən dilimləri tapardınız. 4/3 hissəsi 15 eləyir. 20-dən 15 çıxardınız. 5 cavabını alardınız. 48 yazır ki, 15 dərəcəlik bucaq düz bucağın hansı hissəsini təşkil edir? 15 dərəcəlik bucaq düz bucağın 90-dan 15-ini təşkil edir ki, bu da 15-ə ixtisar getmiş olsa 6-da 1 hissəsi olacaq. D variantı. 49-a yazır ki, Səma dairənin şəkildəki kimi bərabər hissələrə böldü. O bu hissələrin 4/2-sini boyadı. 4/2-sini boyadı. O əlavə neçə hissə boyası dairənin 6/4 hissəsi boyanmış olar. Neçə hissəyə bölüb baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 12-dir.
4'də 2'sin boyu 12'nin 4'də 2 hissəsi 6 idi. Yəni 1, 2, 3, 4, 5, 6. Yəni yarısını boyuyub. 6'da 4'ü boyanması üçün 12'nin də 6'da 4 hissəsi 8 daha 2 dənəsində boyasa 6'da 4'ü etmiş olacaq ki, buna görə də 2 cavabını yazırıq da. O deyir əlavə neçə hissə boyasa, əlavə 2 hissədə boyanmış olsa 6'da 4 hissəsi boyanmış olar. 50'də yazır ki, ambara birinci gün 48 ton, ikinci gün 8'də 7 hissəsi qədər kartof gətirdi. Ambara 2 gündə cəmi neçə ton kartof gətirdi. Bir 48, bir də 48'in 8'ə 7 hissəsi. Bu da 42 etmiş olur. Toplasaq 90 ton etmiş olur ki, doğru cavab D variantında var. Şəkildəki rənglənmiş fiqurun sahəsi neçə kvadrat metrdir? Rənglənmiş fiqurun sahəsini tapmaq üçün ümumi sahədən, yəni böyük fiqurdan onun daxilində olan rəngsiz sahəni çıxmış olarıq. Yəni 8-i 15'ə vurarıq, yeyəcək 120. 120'dən 6'nı 4'ə vursaq 24'ü çıxmış olarıq. Bu da yeyəcək 96. Doğru cavab da B variantında verilmişdir. 52'də yazır ki, düzbucağının uzunluğu 13 cm, eni isə 9 cm-dir. Perimetri bu düzbucağının perimetrinə bərabər olan kvadratın sahəsini tapın. Düzbucağının uzunluğu 13'dür, eni də 9'dur. Perimetri bunun düzbucağının perimetrinə bərabər olur deyirsə, 13'dən 9'u toplayırıq, 2'yə vurmuş oluruq, 44 eləyəcək. Və perimetri bunun perimetrinə bərabər olan kvadratın tərəfini tapıb, ondan sonra sahəsini taparıq. Tərəfini tapmaq üçün perimetri 4'ə bölürük, eləyəcək 11. Demək, tərəfi 11-dirsə, sahəsi də 11 vurulsun 11 bərabərdir 121 etmiş olacaq ki, doğru cavab da A variantında verilmişdir. Növbəti 53'ə baxırıq, yazır, qaydanı müəyyən edin. 8, 30, 9, 33, 12, 42'dir. 8'i 3'ə vurub 6 gəlsək, 8 vurulsun 3 üstəgəl 6 eləyəcək 30. 9 vurulsun 3 üstəgəl 6 bərabərdir 33. 12 vurulsun 3 üstəgəl 6 bərabərdir 42. Deməli 3'ə vurub 6 əlavə edirlər. Cavaba baxıq. D variantında var. Yazır ki, AOC bucağı BOC bucağından 3 dəfə böyükdür. BOC bucağı 17 dərəcə olarsa, bərabər olarsa AOC bucağını tapın. AOC bucağını tapın. AOC bucağı BOC bucağından 3 dəfə böyükdür. Bu da 3 dəfə böyük olduğuna görə biraz sanki nəysə çatışmamazlıq var. Çünki BOC bucağı 17 dərəcəyə bərabərdir. Burada yoxdur. Əslində AOB bucağı deməli idilər, BOC bucağından 3 dəfə böyükdür. AOB olmalı idi bu, səhv etmirəmsə. Bu da eləyəcəkdir 3 dəfə böyük 51 etmiş olardı. Toplayardıq 68 cavabını alardıq. Çünki yenə də burada AOC-ni soruşursa, burası 3 dəfə böyük olduğuna görə 51 eləyəcək cəmi. Əgər BOC-dən böyükdürsə, biraz diqqətli olması lazımdır. Ola bilsin kitabın yoxlanışında buna diqqət etməyiblər. 55'də yazır ki, 385'dən sonra gələn ilk 2 ardıcıl cüt ədədin cəmini ən yüksək mərtəbəyə qədər yuvarlaqlaşdırıb, alınan ədədin 7 qatını tapın. 385'dən sonra gələn ilk 2 ardıcıl cüt ədədi, hər ikisini biz ən yüksək mərtəbəyə qədər yuvarlaqlaşdırmış olsaq, biri 300, 386, 388. Bunları da toplasaq 6, 8, 14, 4 yazırıq. 1 yadda 7. Burada da olacaq 6. O da 1, 7. 774'dən yüksək mərtəbə 870 olacaq. Bundan sonra deyir ki, yuvarlaqlaşdırıb alınan ədədi 7 qatını tapın. 800'ü də 7 olsaq 5600 eləyəcək A variantı. 56'da yazır ki, A72 B 436 olarsa A bölünsün 6 üstəgəl B çıxılsın 48 üstəgəl 7 vurulsun B ifadəsinin qiymətini tapın. 72 bölünsün 6 üstəgəlinsin 436 çıxılsın 48 üstəgəlinsin 7 vurulsun 436.
72-ni 6-ya bölmüş olsaq 12 üstə gəlsin. 436-dan 48 çıxmış olsaq eləyəcək 388. Bunun da üstünə gələ 7-ni 436-ya vurmuş olsaq, 7-ni 400-ə vursaq eləyəcək 2800, 30-a vursaq eləyəcək 210, 3010 etmiş oldu. 3010, o da 42, 3052. Toplamış olsaq bunları 2, 12 sonu 2 olan bir dənə variant var. O da 3452 etmiş olacaq. Növbəti 57-ci suala baxırıq. Yazır ki, K kiçikdir 6121 çıxılsın 3214 olarsa K-nın yerinə yazıla bilən ən böyük ədəd neçədir? Birinci biz bu fərqi tapırıq ki, neçədir? 21-dən 14 çıxırıq, qalır 7. 61-dən də 32 çıxanda eləyəcək 29. Və bundan bir vahid kiçik olacaq. Bu da 2906 etmiş olacaq. Ən böyük ədəd 2906 C variantında var. Yazır ki, Leyla babasının bağda əkdiyi ağacların sayını süni diaqramda təsvir etdi. 58-60-cı sualları diaqrama əsasən cavablandırın. Yəni, biraz yığaq bunu, görək burada nə yazır. Yazır ki, bağda ən az və ən çox olan ağacların saylarının cəmi neçədir? Ən az olan banandır. Neçədir bunun sayı? 10-dur. Ən çox olan da 40-dır. Cəmi neçədir? 50 etmiş olacaq. Sonra deyir, bağda cəmi neçə ağac var? Bağda cəmi, bunları toplayaq, 25. Burada olacaq 20. Burada da olacaq 15. 40, 100, 110 etmiş olacaq. Bağda cəmi 110 ağac var. Bağda neçə heyva ağacı var? Heyva ağaclarının sayına baxırıq ki, 15 heyva ağacı var. Yazırıq ki, 15. Bu qədər. Növbəti yeşil monitorinq altın izahı ilə qarşınızda olaraq. Hələlik sağ olun.